başlandı, söz yetişdi Hacı Səlim Müəzzinzadəyə. Dedi ki, ay nəydi, bizim Tehranda bir mənzilimiz var, neçə təbəqədir, at təbəqəsini eləmişik Hüseyniyə. Orada əzadarlıq elədik, Fatimiyyə saxlarıq. Bir gün qismətimiz oldu, Hacı Səlim Müəzzinzadəni dəvət elədik. Hacı Səlim ki, təşrif getdilər, qəşəh də göz yaşlı bir məclis oldu. Qutarandan sonra cəlisə, otduq bir yerdə. Deyim, mən qeydetdim, dedim ki, Hacı Səlim, xoş sənin halı var. Bir dənə bu Zeynəb ki, oxuyubsan sənin bəsindir. Müaxanlar, hər yerdə istifadə eləsəz, ehsan eləyin, da bizi də yaddan çıxartmayın, hər yerdə istifadə eləsəz. Bir dənə bu Zeynəb ki, oxuyubsan, sənin həm bu dünyanın bəsdir, həm o dünyanın bəsdir. Deyir ki, Səlim ah çəkdi. Dedi ki, mənim ona umidim yoxdur. Deyirdim, Hacı Səlim, asab-ı Zeynəb cahanidir. Hər musiqiyə insan 2 yol 3 yol baxsa da 4-cüsünə göylə parmaz. Amma hər məhərrəm gəldikcə hamı gezər sənin bu Zeynəbin 1000 yolda qulaq atsa, deyər ki, o bir də qulaq atsın. Hacı Səlim, məgər bu deyir ki, bu təvəccüh əhli beytdir, nəzər əhli beytdir. Dedi ki, mənim ona umidim yox. Umidim fəqət o rozədir ki, oxudum o çobana. Dedim ki, Hacı Səlim, hansı rozə, hansı çoban? Eşq eləyəcək, ha, bir də deyirəm ki, inşallah gedin, məst olun. Başıda dolanır Hüseyncilər. Hansı çoban, hansı rozə? Deyirdi ki, Fatimiyyə idi, hələ bu cür də mərsum deyirmiş onda. Meşkin şəhridən dəvət elədilər şəb-i şəhadət, mən gedəm, Meşkin şəhridə oxuyam. Bir ranəndə danışdım, məni Ərdəbildən getirəm Meşkin şəhrə. Qış idi, biraz hərəkət eləmişdik, ranəndə dedi ki, Hacı Səlim, mümkündür yolda giriftar olaqa, ehtərdir getməyək. Dedim ki, oğul, mən qol vermişəm, orada mərdum mənə müntəzirdirlər. Gedək, Allah kərimdir. Biraz gəldik qabağa, qarın yağması çoxaldı, maşın dayandı da qadir və hərəkət olmadı. Aram tərəddüdlə caddədən qət oldu, məlum oldu ki, yol hər tərəfdən bağlandı. Hava da soğuq, maşınımızın suxdu qutardı. Ranəndə dedi ki, Hacı Səlim, da qutardı da bizim ömrümüz. Çox davam gətirsək, yarım saat bizim ömrümüz var, bu soğuqda. Maşınımla suxdu qutarı, yollar da bağlıdır, bizim yarım saat ömrümüz var. Neyniyək? Deyir, Hacı Səlim, meh aralığında o dağın ətəyindən bir işıq gəlir. Elə bir ora bir abadidir, görən ora pənah aparaq. Dedi ki, oğul, əddəqəl burada maşında ölsək cənazəmizi taparlar, bilərlər. Əndiş ora kəndi olmadı, abad olmadı, qarbu boyda yerin üzündə ölsək cənazəmizi də tapmazlar. Deyirdim, təlaşımızı eləyək daha, ömrümüz qutarır. Yaman günə qalmayasın inşallah. Deyir, gəldik, bəli, yoxunlaşdıq, meh aralandı, gördük, bəli, abadidir bir kətdir. Qapını çaldıq, açan olmadı, əvvəl kəndin qapısı. İkinci qapını çaldıq, deyir, qəribə gördülər, qorxdular, gənə həmin tur. Üzümüzə qapı açılmadı, üçüncü qapını deyir, döydük. Kimsən? Deyirdim ki, ranəndiyəm, yolda qalmışam, musafirim var. Musafirin kimdir? Deyirdim ki, Hacı Səlim Müəzzinzadə. Səlim? Deyirdim, bəli, bir qapını açdı, baxdı Səlimə. Əlin qoydu başına, dedi, ya Zəhra otlu yer ağladı. Deyir, Hacı Səlim dedi ki, ədə, biz ölürük soğuqdan, bizi soğuq atıbdır. Bizə pənah verirəm, ya gedib ayrı qapını çalaq. Deyirdi ki, Hacı Səlim, mən kiməm ki, sizə pənah verəm? Bura Fatimiyyə Zəhra öyüd. Deyir, varid olduq, amma bunun ağlaması qət olmuş. Xanım, bir mədəd elə ha, bir təvəccüh elə ha. Çoxdan necəlisə başlanıb, bilirəm də yorğunsuz, göz yaşlarınıza canım qurban. Amma da bu gecəni yazın xanımın hesabına, belə gəldi. Deyir, gördük elə, baxır Hacı Səlimə ağılır. Bəlkə gözünün yaşı gəlir. Hacı Səlim dedi, nə olub, niyə belə ağlısan? Dedi, Hacı Səlim, vaqən Səlim Müəzzinzadə sənə. Deyir, dedim ki, bəli, oğul mənə. Genə başladı, ağladı. Axı, niyə ağlıram? Dedi, Hacı Səlim, bir bax mənim öyümə, fərşim köhnə və sair yoxumuz. Bu kəndin çobanı mənəm və hamıdan da yosqulam bu kətdə. Oğul xub yosqulluğu ağlamaq istəməz ki, hamı varlı olmaz. Deyir, Hacı Səlim, mən bunu ağlamıram ki. Dünənləri getmişdim Meşkin şəhri. Bazardan xərid eləyəm, gələn qışdır da, amma yəhtac zinyanlığımızı əncam verək. Deyir, gördüm bazarilər bir-birinə deyirlər ki, filani, qayıb olmayası səhər. Gecə mərasimimiz var, ha, Hacı Səlim Müəzzinzadəni dəvət ediblər, gələcək Meşkin şəhərdə oxuyur. Deyir, bir əhsə dedim ki, sabah şəb-i şəhadəti xanım Zəhradır.
Qədrin bilin, eləm bu asanlığa elaniyələr, itlaiyyələr, təqvimlər, insan həmişə mütəri 20 gün əyyam bunları qədrdanlıq istir, ha. Hiç bilmirmiş ver əyyam-ı Fatimiyə haçan gəlir, haçan gedir. Deyirdim ki, sabah cavan ölən Zəhranın yarısıdır. Öz-özümə deyirdim ki, görən olar Səlim Vazınzadə gələ bizdə belə roza oxuyar. Allah'ın deyir öz-özümə dedim, xanım, Səlim Vazınzadə də elə pullularınkidir. Görən çobanın evində Səlim roza oxuyar. Allah'ın mən roza saxlaya biləm görə. Azəmət, xələtin olsun, o nəfəs vurdun özüm. Deyir, bu cür gəldim öyə, xanım narahatsam, indi oturub ağlamışam. Mərifətli bir xanımım var idi. Xanımlar eşidirlər, bax, gerək dərsə, bax, bu rozalərdən ha, deyir. Dedi ki, kişi niyə ağlıram, nə olub sənə? Nigaran olma, qışda gedər, bahar gələr, çölə gedərən, mərdumdan pul yığarıq, genə zinyanlığımızı dolandırırıq. Deyir, dedim ki, xanım, mərifətli və qurban. Amma mən ayrı bir mətləbə ağlıram. Kişi niyə ağlıram? Deyir, dedim, xanım, bilirəm sabah gecə şəbi şəhadəti xanım Zəhradır. Bilirəm sabah gecə şəbi şəhadəti xanım Zəhradır. Göylüm istir önümüzdə bir roz ol, ha. Deyirdi kişi, axı bizim kəpə rozda xan, yox, hardan gələcək qışın bu vaxtında. Deyirdim, göylüm istir Səlim Vazınzadə oxuyam. Deyir, xanımım da ağladı, dedi, kişi bilirəm aşıqsən əhl-i beytə. Amma yoxsulur, özüm bilirəm, bizdə bu tabanları yoxdur. Mümkün deyil ki, bizə Səlim Vazınzadəni biz gətirəmərik, kimi çağıracaq. Deyir, xanım ağladı, mən ağladı. Ta inki qapı döyüldü, mən gəldim qapıdanına dedin Səlim Vazınzadə. Odur mən ağlıram. Hadi Səlim deyir, durdu bu çobanın alnından öptü, dedi, oğuldur qonşularıma tezliklə gəlsin, mən bir roza deyim. Deyir, hadi Səlim, sən mənə qonaqsan. Bütükə mənim önümdə elə heç çörək də yeməmişəm. Allah istəyib sən bizim önümüzə qonaq olmuşsan, amma hadi Səlim, mənim pulum yoxdur, ha, roza pulum belənməyəcək. Yazda gedərəm, heyvan aparıram çölə, mərdumdan cəm elərəm gətir. Deyir, dedi, oğul, sən mənim canımı nicət veribsən, dur qonşuların çağı gəlsin, kim səndən pul istəyir? Bir mərdum yığışdılar, gəldilər, Hacı Səlim Vazınzadə deyir ki, durdum ayağı üstə, Əssəlamu aleykə, əyyətühə siddiqətü şəhidə. Deyir, özüm ehsas elədim ki, bir ənvari gəlir mənə sarı. Oradan qeybdim, Zeynəb oxudum, dillərə düşdü. Oradan qeybdim, məni avarə qoyana bəlfəz oxudum, dillərə düşdü. İstəyəm deyəm, ey, Səlim Vazınzadəni, çobanın önündə bir sadə məcahı Səlim Vazınzadə eləyən Zəhra. Xanım, olar bizə də baxasan biz. Xanım, olar yorgun həncəriyə də baxasan, mən bir şərməndə olmuyor.